Salam dəyərli şagirdlər və valideynlər. Bugünkü mövzumuz 5-ci sinif riyaziyyat dərsliyində ikinci hissədə olan tənlik qurmaqla məsələ həllidir. Bu tip videolarını da davamlı izləmək üçün kanalıma abunə ola bilərsiniz. Başlayırıq araşdırma və müzakirə hissəsindən. Deməli, alıcı 2 kiloqram qırmızı alma və müəyyən qədər armud aldı. O satıcıya 9 manat ödədi. Alıcı neçə kiloqram armud aldı? Əvvəla 2 kiloqram qırmızı alma alır və biz buradan görürük ki, almanın kiloqramı 1,5 manatdır. O zaman biz 2-ni 1,5-ə vururuq. Üstəgəlsin müəyyən qədər armud alır. Nə qədər armud aldığını bilmirik də. Ona görə biz x veririk bura. Və onu da bilirik ki, 2 manat al. Məsələn, siz tutaq ki, gedirsiniz mağazaya, 5 ədəd, daha doğrusu 5 kiloqram armud alırsınız. Armudun kilosu da 2 manatsa 10 manat edir. Yəni, kilonu vururuq manata, verilən miqdara. O da bərabərdir 9. İkisi birlikdə 9-dur. 2-nin 3-sü 1,5-ə vuranda 3 edir. Bu da 2x edir. Yəni, 3 üstəgəlsin 2x bərabərdir 9. 2x-imiz nəyə bərabərdir? Hər tərəfindən 3 çıxanda 2x bərabər edir 6. X-də hər tərəfdə 2-yə böləndə x bərabərdir 3. Yəni, o 3 kiloqram armud alıb. Bunu tənlik qurmaqla necə əldə etmək olar? Deyir, tənlik qurduq. Alıcı neçə kiloqram armud alıb, onu da tapdıq. Öyrənmə hissəsinə baxırıq, tənlik qurmaqla məsələ həlli. Məsələləri tənlik qurmaqla həll etmək üçün kəmiyyətin axtarılan qiyməti məchul kimi qəbul olunur. Məchul nədir? Yəni x-dir. Və müəyyən hərflə işarə olunur. Müəyyən hərf, yəni x də ola bilər, n də ola bilər, k da ola bilər, fərqi yoxdur. Məsələnin şərtinə uyğun tənlik qurulur və onu həll etməklə kəmiyyətə axtarılan qiymət tapılır. Tənlik qurmaqla məsələ həll etmək üçün aşağıdakı mərhələlərdən istifadə olunur. Əvvəla çox önəmli olan həqiqətən məsələni anlamaqdır, dərk eləməkdir. Yəni, birinci anlayırıq. Və anladığından da əmin olursan ki, yol səhv olması. Plan qurursan, məsələnin şərtinə uyğun ifadə və tənlik yazırsan və hətta şəkil belə çəkə bilərsən başa düşmək üçün. Həll edirsən, axtarılan kəmiyyətin dəyişənlə x işarə et və tənlik qur deyir. Cavabın doğruluğunda yoxlayırsan, yəni hansı nə almışsansa gətirib məchulun yerinə, x-in yerinə qoyursan. Burada nümunə verilir. Məsələn, ox ilə yayın birlikdə qiyməti 11 manatdır. Yay oxdan 10 manat bahadır. Oxun qiyməti nə qədərdir? Əvvəla nə ediblər? Bunu doğru anlamağa çalışıblar. Baxın, burada anla verilib. Deməli, sonra isə plan qurular. Plan qurulanda şəkildə çəkmək olar. Məsələn, bu oxdur və bu da yaydır. Yay nə qədər bahadır deyir? 10 manat. Yəni, bu hissə, bax, bu qədər artıqdır da. Bu artıq olan hissə 10 düşür. Bura baxın. Və ikisinin birlikdə qiyməti var əlimizdə. Bunun özü böyük bir, əslində, ipucudur deyək. İkisinin birlikdə, yəni gətiririk, bunu yapışdırırıq bura. Bu hissə, baxın, buranı da götürürük. Ümumi ikisi, hamısı birlikdə 11 manatdır. Biz bura x veririk. Baxın, bura x-dir. Bura x-dir. Onda bura nə qədər olacaq? Yay oxdan 10 manat baha olduğu üçün x-dirsə, bura olacaq x üstəgəlsin 10. Yəni, bu hissəyə x düşür də. Burada 10-da x üstəgəlsin 10. İndi, baxın, necə həll ediblər. Deməli, deyir ki, oxun qiyməti x ilə işarə etsək, yayın qiyməti x üstəgəlsin 10 olar. Cəmlərdə bərabər olar. Yəni, x üstəgəlsin x bərabərdir 11. Buradan x-lar 2x üstəgəl 10. Hər tərəfdən 10 çıxıblar. 2x 1 hər tərəfdə 2-yə böləndə, 1-i də 2-yə böləndə 1,5 alıblar. Yoxlayaraq da yerinə gətirib qoya bilərsiniz. İndi biz bir-bir başlayaq məsələmizə. Başladıq birinci məsələdən. Cəmi 48-ə bərabər olan 2 ədəddən biri o birindən 20 vahid böyükdür. Bu ədədlər deyir ki, hansılardır? Əvvəla şagirdlər, biz nəyə diqqət edirik? Cəmləri 48-dir də. Yəni, bu 2 ədəd olduğunu bilirik. Və biri o birindən 20 vahid, 20 dəfəm deyir, 20 vahid, yəni toplayırıq, böyükdür. İndi nəyə diqqət edirik? Baxın, bir sxem çəksək, başa düşməyimiz üçün. Əslində, buna ehtiyac yoxdur, sadəcə sırf başa düşməyimiz üçün deyirəm. Bayaqki yuxarıdakı qayda ilə.
Bunların ikisinin birlikdə cəmi nə qədərdir? 48-dir. Biri məsələn x-dir. Burada təxminən x düşür də. Burada 20-dir. Çünki bu x-dan 20 vahid çoxdur. Bu x-i gətirib biz bura qoyanda ümumi nə qədər eləyir? 48. Məsələ halında indi yazırıq. Bu hissəni köçürərsiniz. Yəni biri x-dırsa, o biri x üstəgəlsin 20-dir. Və ümumi bunların cəmi 48-dir. X-ları toplayanda 2x üstəgəlsin 20 bərabərdir 48. Hər tərəfdən 20 çıxırıq. Buradan da 20 çıxırıq, buradan da 20 çıxırıq. Deməli, bu tərəf eləyəcək 2x. Bunlar 20-lər ixtisar gedir. Bu tərəfdə eləyəcək 28. X bərabərdir. Hər tərəfi nə edirik? 2-yə bölürük. Buranı da 2-yə böləndə, buranı da 2-yə böləndə burada qalır 14. Bu ədədlər deyir. Hər şey ədədi soruşuram. Bunlar hansı ədədlərdir? Deməli, biri 14-dür, biri də hansıdır? Biri də, yəni, bura x 14 elədi, x üstəgəlsin 20. Yəni, 14 üstəgəlsin 20 bərabərdir 34. İndi biz bunu yoxlayaq. Həqiqətən bu ədədlərin cəmi 48-dirmi? Bəli, 14-ün üstə də biz 34 gələndə 48 alırıq. Keçirik ikinci məsələyə. Deməli, 2 ədədin cəmi, yenə 2 ədəd verilib, cəmlər də verib. 222-yə bərabər. Ədədlərdən biri digərindən 2 dəfə çoxdur. Biz artıq bilirik ki, bu ədədlərdən biri x-dir, digəri isə 2x-dir. Yəni, x-dan 2 dəfə çox olan 2x olacaq. Bu ədədlərin də cəmi nəyə bərabərdir? 222. Yəni, bu iki ədədi biz toplayırıq. 222-yə bərabər edirik. X-in üstə 2x gələndə edir 3x bərabərdir 222. Hər tərəfini 3-dən azad etmək üçün buranı da 3-ə bölürəm. Buranı da 3-ə bölürəm. O da bərabərdir x bərabərdir 74. Deyir ki, indi tam olaraq ədədlər bunlar hansı ədədlərdir? X-imiz 74-dür. Yəni, biz burada olan bu birinci ədədi tapdıq. Bunu tapdıq. İndi ikinci ədədimiz, yəni 2x-i tapmalıyıq. Onu da yazırıq bura. 2x da bərabərdir. 2 vurulsun 74 bərabərdir 148. Yəni, biri 74-dür, biri 148-dir. Yoxlamaq üçün də 148-in üstünə 74 gəlirik. Görürük ki, elə 222 alınır. Üçüncü məsələyə baxırıq. Çəlləkdə 8 litr su var. 4 vedrə su əlavə edildikdən sonra çəlləkdə 56 litr su oldu. Bu vedrənin tutumu nə qədərdir? Şərhçilər, əvvəl bir şəkil çəkək, daha yaxşı başa düşmək üçün. Sonra isə yazarıq düzgün formatına. Bu bizim olsun çəlləyimiz. Burada özündə su var idi. Nə qədərdir burada? Su 8 litr. Biraz ağzını qəşəng çəkək. Burada 8 litr su var idi. 4 vedrədə balaca vedrələrlə gətirdilər. Başda böyük vedrədir, bilmirəm yəni. 4 vedrədə gətirdilər, bura su əlavə elədilər. Yəni, bu suyun hamısı buraya əlavə olunur. Ümumi nə qədər qalır? 56 litr olur. Yəni, hamısı birlikdə 56 litr olacaq. Bu sular bura tökülür, 8-in üstə gəlir, yəni 56 olur. Şərhçilər, biz bunu məsələ halında yazsaq, yazırıq. Məsələ nömrə 3. Deməli, 8 litr üstə gəlsin 4 vedrədir. Biz bu vedrələrin nə qədər tutduğunu bilirik, yox. Ona görə hamısına yazırıq x. Yəni 4x olacaq, elə deyilmi? 8 üstə gəlsin 4x bərabərdir. Hamısı birlikdə edir 56. Biz hər tərəfdən deməli nə edirik? 8-i çıxırıq. Ki 4x qalsın əldə. Buradan 8-i çıxırıq, buradan da 8-i çıxırıq. O da bərabərdir. 8-lər ixtisar gedir. Qalır 4x bərabərdir. 56 çıxılsın 8, yəni 48. Buradan da hər tərəfi biz 4-ə böləndə x neçə eləyir? 12. Deməli, burada birində 12 litr imiş. 4-ü də 12 litrə vuranda edir 48. 8-in üzrə 48 yanında həqiqətən də bizə 56-nı verir. 4-cü məsələyə baxırıq. Taksidə gediş haqqı sərnişin maşına oturarkən 1 manat və hər gedilən kilometrə görə 0,5 manat əlavə etməklə hesablanır. Sərnişin 6 manat ödəyibsə, taksi neçə kilometr yol gedib?
Deməli şagirdlər, gediş haqqı sərnişin maşına oturarkən 1 manat artıq bilir ki, bu sərnişin oturanda yəni veriləcək. Amma neçə kilometr getdiyini bilmirik də. Yəni hər kilometrə görə 0,5 manat verməlidir. Yəni məsələn 2 kilometr gedibsə 2-yi 0,5-ə vururuq. 3 kilometr gedibsə 3-ü 0,5-ə vururuq. Amma biz bilmədiyimiz üçün, yəni 1 manat özündə var. 0,5-i biz x-a vuracağıq. Vurulsun x. Ümumi nə qədər verib adam? 6 manat ödəyib. Yəni ümumi 6 manat da xərc çıxıb. İndi biz buradan 0,5x-a vuranda 0,5x elədiyini bilirik. Və buradan da 1 var deyə hər tərəfdən, yəni bərabərliyin bu tərəfindən də 1 çıxırıq, bu tərəfindən də 1 çıxırıq. Buradan 1-lər çıxdığından burada ixtisar aparıq qalır. 0,5x bərabərdir. Altdan da 1 çıxdıq axı 5. İndi x bərabərdir. Hər tərəfini buranı da 0,5-ə bölürəm. Burada 1 qalır. 5 də 0,5-ə bölürəm. 5 bölünsün 0,5. Yəni 50, hər tərəfini 10-a vururam. 50 bölünsün 5 bərabərdir 10. Deməli bu taksi 10 kilometr yol gedib ki, onu vurublar 0,5-ə edib 5 manat. 5 manat da buradan 1 manat gediş haqqı olduğu üçün edir ümumi 6 manat. 5-ci məsələyə baxırıq. 3 qutuda cəmi 50 karandaş var. İkinci qutuda birincidən 2 ədəd çox, üçüncü qutuda isə birincidən 2 dəfə çox karandaş olarsa, hər qutuda neçə karandaş var. Şagirdlər, bir dənə qutu şəkil çəkək. 3 dənə daha doğrusu qutu şəkil çəkirik. Bu qutuların deməli üçündə də nə qədər var? Cəmi 50 karandaş var. 50 karandaş. Deməli, ikinci qutuda birincidən 2 dəfə çoxdur. Deməli, biz birinci qutuda nə qədər olduğunu bilmirik də. Bura bir dənə x qoyuruq. Bilmirəm axı mən nə qədər var. İkinci qutuda birincidən 2 dəfə çoxdur. Burada x-dirsə, burada demək 2 dəfə çoxdursa 2x-dir. Üçüncü qutuda isə birincidən 2 dəfə çoxdur. Yəni birincidə x-dir, üçüncüdə artı olacaq 3x. Yəni burada x-i 2-yə vururuq, burada x-i də 3-ə vururuq. Belə alınır. Cəmi nə qədərdir? 50 karandaşdır. Yəni x üstə gəl 2x, üstə gəl 3x bərabər nə qədər? 50. Cəmi 50 eləyir. X-in üstə 2x gələndə 3x, 3x-in üstə 3x gələndə 6x. 6x bərabərdir 50. Bir dəqiqə şaşlar. İkinci qutuda birincidən 2 dəfə çox, üçüncü qutuda isə birincidən 2 dəfə çox, üçüncü qutuda isə birincidən 2 dəfə çox karandaş var. Burada 3 dəfə yox, 2 dəfədir. Mən buna səhv eləmişim, səhv oxumuşam. Burada da 2-dir. Onda burada da 2 eləyəcək cəmləri. Onda bura bizə verəcək 5x. 5x bərabərdir 50. X ilə bərabər hər tərəfini 5-ə böləndə edir, deməli 10. Yoxlayırıq. Burada məsələn 10 dənədirsə, burada 2-yi 10-a vururuq 20. Burada yenə 2-yi 10-a vururuq 20. Toplayanda da 50 eləyəcək. 6-cı məsələyə baxırıq. Deməli, ABC üçbucağın AC və AB tərəfindən 2 dəfə, BC tərəfi isə AB tərəfindən 2 cm uzundur. ABC üçbucağının bir dənə bunu şərhlər böyüdək. Perimetri 22 cm olarsa, deməli ABC üçbucağında AC tərəfi AB tərəfindən. AB tərəfini biz bilmirik də. Bura yazırıq x. Yəni bura bir dənə buradan çəkək bir şey. Biz bura yazırıq x. Niyə yazmır? Onda elə buradan eləyək ki, sonra problem olmasın. Bu bizim üçbucağımız. A, B və C. İndi deyir ki, AC tərəfi AB tərəfindən 2 dəfə böyükdür. AB-nin biz nə qədər olduğunu bilmirik. Bura 2-də qoyuruq. AC tərəfi də AB tərəfindən 2 dəfə deyirsə, artıq x-i vururuq 2-yə. Yəni edir 2x. BC tərəfi isə, BC tərəfi AB tərəfindən 2 cm uzundur.
Bura x-dırsa, bura buradan 2 sm olanda edir 2 üstəgəl 2. 2 dəfə çox olanda 2-yə vururuq. 2 sm, 2 vahid böyük deyir. Yəni dəfə yoxdursa toplayırıq və yaxud da kiçik edirsə çıxırıq. Və bunların ümumi perimetri nə qədərdir? 22 sm. Biz əvvəla perimetrin düsturunu yazırıq. Perimetr bərabərdir 3 bucaqdır. A üstəgəl B üstəgəl C. Yəni yerinə qoyuruq. X üstəgəlsin 2x üstəgəlsin x üstəgəlsin 2. Ümumi perimetr nə qədərdir? 22. Yəni belə yazırıq. X üstəgəl 2x üstəgəl x 2 bərabərdir 22. Fikir verin, hər tərəfi buranı da üstəgəldik, buranı da. X-in üstə 2x gələndə edir 3x. 3x-in üstə də x gələndə edir 4x. 4x üstəgəlsin 2 bərabərdir 22. Sonra hər tərəfindən 2 çıxırıq. Yəni buradan da 2 çıxırıq, buradan da 2 çıxırıq. Qalır 4x bərabərdir 20. Hər tərəfində 4-ə böləndə x də bərabərdir deməli 5. Deməli, onun tərəflərinin uzunluğunu soruşur. Burada x neçə elədir? 5. Yəni, bura elədir 5. Burada 2x-dirsə, x-in yerinə 5 qoyuruq, 2 vur 5, yəni 10. Burada da 5-i gətirib qoyanda bərabərdir 7. Tərəfləri 5, 7 və 10-dur. Və biz həqiqətən 5, 7, 10-u toplayanda perimetr 22-yə bərabər olacaq. Sonra 7-yə baxırıq. 2 dəzgahda gün ərzində cəmi 484 detal hazırlandı. Dəzgahlardan birində hazırlanan detalların sayı o birindən 3 dəfə çox olarsa, hər dəzgahda gün ərzində neçə detal hazırlanır? 2 dəzgahda gün ərzində, yəni gün ərzində deyirsə, söhbət bir gündən gedir. Gün ərzində 484 detal hazırlanır. Dəzgahların birində hazırlanan detalların sayı o birindən 3 dəfə çoxdur. Birini bilmirik də, o biri dediyinə x qoyuruq. Bu 3 dəfə çox olana da 3x qoyuruq. Biri x-dir, o biri 3x-dir. Ümumi cəm nə qədərdir? 484. Yazırıq 484. 3x-in üstə x gələndə edir 4x. Bərabərdir 484. Hər tərəfini neçəyə bölürük? Buranı da 4-ə bölürəm, buranı da 4-ə bölürəm. Yəni, x bərabərdir 484 bölünsün 4, o da bərabərdir 121. Hər dəzgahda gün ərzində neçə detal hazırlanır? Dəzgahın birində 121, 3x olanda da 3-ü vururuq 121-ə, bərabərdir 363. Dəzgahların birində 121, digərində 363 detal hazırlanır ki, həqiqətən də yoxlayanda 121-in üstünə 363 gələndə edir 484. Bu yoxlama hissədir, yəni. Sonra baxırıq, nə gəlir? Deməli, nümunə verilir. Burada yük maşını bərabər sürətlə hərəkət etməklə aralarındakı 180 km olan A şəhərindən B şəhərinə yük apardı və yükü boşaltdıqdan sonra geri qayıdarkən deyir. Demək, əvvəl gedərkən bir sürətlə gedib, qayıdarkən 15 km/saat artıq gedir. A şəhərinə çatır, 2 saata çatır. Yük maşını bərabər sürətlə hərəkət etməklə A şəhərindən B şəhərinə yük apararkən hansı sürətlə getmişdir? Deməli, şagirdlər burada deyir, nəyi tapmaq lazımdır? A şəhərindən B şəhərinə yük apararkən maşının sürəti. Bilmirik də, yəni bura x-dir. Amma qaydanda isə bir də aralarındakı məsafədə 180 km-dir A-dan B-yə. Qaydanda 15 km artırır. Bunlar önəmli detallardır. Planımızı necə qururuq? Əvvəl biz bilməliyik ki, elə bil gedilən yol, yəni S bərabərdir. S bərabərdir. Nə üçün bir də işləmir qələm? Bir dənə şagirdlər. Deməli, gedilən yol, yəni S bərabərdir. Sürət vurulsun. Sürət V-dir. Zamanda T-dir. S bərabərdir VT düsturundan hesablanır. Yəni, gedilən yol bərabərdir. Sürət vurulsun zaman.
Və burada nəyə diqqət edirik? Deməli, məsələ tənlik yazmaqla həll etmək olar. Bunun üçün gedilən yol sürət zaman arasında əlaqəni bilmək lazımdır. Gedərkən, yəni buradan belə gedərkən x-la gedib. Qayıdarkən x-in üstünə 15 gəlib. Yəni bilmirik hansı sürətlə getdi. Sadəcə x-in üstünə 15 gəlirik. İndi bu qayıdarkən nə qədər məsafə qət edib? 180. Yəni biz bilmirik neçə ilə gedib, qayıtdığı sürət önəmlidir. X-in üstə 15 gəlirik və saata vururuq. Bu x üstəgəlsin 15 sürətdir, bu saatdır. Ümumi də 180-də gedilən yoldur. Burada da hesablayıb 75 tapıblar. İndi biz öz məsələlərimizə baxaq. Deməli, Əsmər nənə bişirdiyi qutabları 6-sını qonşuya göndərir. Qalanlarını isə 4 nəvəsi arasında bölür. Hər nəvəyə 4 qutab düşür. Nə qədər qutab bişirdiyini biz bilmirik. X və 6-sını qonşuya göndərir. Nə qədər qalır? X çıxsın 6. Məsələn, 20 qutab bişirib 6-sını göndərsin. Necə yazırıq? 20 çıxılsın 6 bərabər 14. Biz də bilmədiyimiz üçün, yəni əlimizdə qalan budur, x çıxı 6. Qalanlarını, yəni bu qalanlarını x çıxı 6-nı 4 nəvəsi arasında bölür. Hər nəvəyə də 4 qutab düşür. Və biz artıq bilirik ki, bu bölmə işarəsi olduğundan bölmə, tərsi vurmadı. Buranda 4-ə vururuq. Bu hissəni də 4-ə vururuq. Bunlar ixtisar gedir. Qalır x çıxsın 6 bərabər 4-ü 4-ə vuranda 16. Burada çıx olduğu üçün üstə gəlirik. Hər tərəfin üstə 6 gələndə bu 6-lar ixtisar gedir. X də bərabərdir 22. Deməli, neçə qutab pişirib? 22. Həqiqətən də 22 qutabdan 6-sını verəndə qalır 16. 16 ilə 4 nəvəsi arasında böləndə hərəyə 4 qutab düşür. 9-a baxırıq. Düzbucaqlı formasında olan rəsm çərçivəsinin eni 40 cm-dir. Bura endir. Bura 40 cm-dir. Burada da 40 cm-dir. Çərçivənin perimetri 190 cm-dir. Onda buranı bilmirik də. Biz uzunluğunu bilmirik. Sadəcə biz bilirik ki, perimetr düzbucaqda necə hesablanır? 2 vurulsun, A üstə gəlsin, B bərabərdir. 2 vurulsun. A-nın yerində 40 var. Burada. B-nin yerində də x var. Üstə gəlsin, x bərabərdir. Perimetri nə qədərdir özü? 190 cm. Buraya yazırıq 190. İndi sadələşdiririk. 2-yi 40-a vururuq 80. Üstə gəl 2-yi bir də x-a vururuq 2x bərabərdir 190. Hər tərəfdən 80 çıxırıq ki, biraz da sadələşdirək. Buradan da 80 çıxırıq, bu tərəfdən də 80 çıxırıq. Buradan da nə qalır? Qalır 2x. Bura edir 2x bərabərdir. 190-dan da 80 çıxanda 110 edir. Və biz belə olanda hər tərəfini nəyə bölürük? 2-yə bölürük. Buranı da 2-yə bölürük. Buranı da 2-yə bölürük. Onda da neçə eləyir? Deməli, 2-lər ixtisar gedir. Burada qalır x. 110-u da 2-yə böləndə edir 55. Deməli, uzunluq nə qədərdir? 55. Və biz həqiqətən 55-in üstə 40 gələndə edir 95. 95 də 2-yə vuranda 190 edir. Yəni, doğru tapdığımızda yoxlaya bilərik. 10-cu məsələyə baxırıq. Bir məntəqədən və bu bizim bir məntəqəmizdə əks istiqamətdə 2 maşın yola düşür. Maşınlardan birinin sürəti o birinin sürətindən 10 km/saat çoxdur. Yəni, birinin sürəti x-dir. Məsələn, bunun sürəti x olsun. Bunun sürəti nə qədərdir? 10 üstə gəlsin x-dir. Maşınların sürətləri dəyişmədən hərəkət etdikdən sonra 1 saatdan sonra aradakı məsafə, yəni tutaq ki, bu maşın gəldi bura, burada dayanıb artıq, tutaq ki, bu maşın da gəlib bura. Yox, bu daha çox qət eləyir, lap bu gəldi, çatdı. Ümumi nə qədər qət eləyiblər? Buradan bura 170 km qət olunub. Biz bilirik ki, artıq gedilən yol nəyə bərabərdir? Zaman vurulsun, sürət. Zaman nə qədərdir? 1 saat. Yəni, biz 1-i vuracaq. Bunun sürət nə qədərdir? X. Bunun sürət nə qədərdir? 10 üstə gəlsin x. Toplayırıq. 10 üstə gəlsin x. O da bərabərdir 170. Gedilən yolu tapdıq. Bu hissəni silim. Biz gedilən yolu tapdıq, elə deyilmi? 1-ə vuranda onsuz ədədin özü alınır. Yəni, bu birləri silək buradan. X-in üstə x gələndə edir 2x. Üstə gəlsin 10 bərabərdir 170. Hər tərəfdən 10-u siləndə, buradan da 10-u siləndə bu gedir. Buradan 10-u siləndə qalır 160. Yəni, 2x bərabərdir 160. Hər tərəfini də 2-yə böləndə x də qalır, deməli 80.
Hər maşının deyir sürətini hesablayın. Deməli biz buna x yazmışıqsa, bunun sürəti x, yəni 80 oldu. Bunun o birisindən 10 km çox idisə, yəni 80 üstədə 10 gəlirik, edir 90 km. Birinin sürəti 80, birinin sürəti isə 90 km-dir saatda. 11-ə baxırıq. 1 kiloqram narinci 1,5 manat, 2 kiloqram portağal 2 manatadır. Alıcı müəyyən miqdar portağal alır, müəyyən miqdar portağal alır. Yəni nə qədər portağal aldığını bilmirik. Bundan 2 dəfə də çox narinci alır. Aha, cəmi manat verir. Şərtlər, deməli portağalın qiyməti nə qədərdir? 2 manat. Müəyyən qiymət alırsa, demək 2 manatı biz vururuq x-a. Və bundan 2 dəfə də çox narinci alır. Üstə gəlsin. Deməli, müəyyən miqdar portağal 2 manatdan alırsa 2x-dir. 2 dəfə də çox narinci 2x-dirsə, o birisi də eləyəcək. Deməli, 2 dəfə çox vururuq 2-yə. Şərtləri daha ətraflı başa düşmək üçün bunu belə yazaq. Məsələn, müəyyən miqdar deyir portağal aldı. Bilmirik də portağal. Portağal x alıb. Bundan 2 dəfə çoxdan narinci alıb. 2 dəfə çoxdan narinci alıb. İndi hər dəfə bir misal çəkirik. Məsələn, bir almanın kiloqramı 1 kiloqram alma 2 manatdırsa, 5 kiloqram alma 10 manatdır. İndi portağal nə qədər alıb? X. Yəni x kiloqram portağal alıb. O da neçədir qiyməti? 2 manat. Onda biz 2-yi vururuq x-a. Üstə gəlirik. 2 dəfə çox narinci alıb 2x. Onun qiyməti nə qədərdir? 1,5 manata vururuq. Və cəmi də 10 manat pulu çıxır. Deməli, burada 2x eləyir bu. Bunda 2 də 1,5-ə vuranda 3x eləyir. O da bərabərdir 10. Hər ikisində dəyişən x olduğu üçün toplaya bilirik. 2x-in üstə 3x gəliləndə 5x eləyir. O da bərabərdir 10. Hər tərəfi 5-ə böləndə x bərabərdir 2. O hər meyvədən nə qədər aldı? Deməli, o 2 kiloqram portağal alıb. Yazıram bura portağaldan 2 kiloqram alıb. Elə burada yazıram. 2 kiloqram aldı. Narincidən bundan 2 dəfə çox, yəni 4 kiloqram aldı. 4 kiloqramda narinci alıb. Keçirik 12-ci məsələyə. Dəvə və quzunun birlikdə kütləsi 612 kiloqramdır. Yəni bunları biz tərəziyə qoysaq 612 kiloqram alırıq. Dəvənin kütləsi quzunun kütləsinin 39 mislindən 12 kiloqram çoxdur. Yəni bu quzumuz x-dirsə, balacaya çalışaq dəyişən verək, böyüyü 10 üzərindən aparaq. Dəvənin kütləsi quzunun kütləsinin 39 mislindən, yəni bu x-in 39 mislindən 39x-dən 12 vahid çoxdur. Və ümumiyyətlə bunların ikisini də toplayırıq. X üstə gəl 39x üstə gəl 12 bərabərdir 612. X-dən 39x-i toplayanda edir 40x. Üstə gəl 12 bərabərdir 612. Burada biz hər tərəfdən çıxırıq 12-ni, çıx 12, burada 12 çıxırıq. O da bizə verir, deməli buradan ixtisarlar 12 ilə 12-lər getdi, qalır 40x. 40x bərabərdir 612-dən 12 çıxanda 600. Sıfırlarımız ixtisar getdi, x də bərabərdir 60-ı 4-ə böləndə neçə edir? 15. Deməli, bu 15 kiloqram quzudur. Amma deyir dəvə neçə kiloqramdır? Gətiririk burada. X-in yerinə qoyuruq. Neçə? 15. Tapdığımız qiymət 15 olduğu üçün 15 qoyuruq. Və yazırıq 39 vurulsun 15. 39 vur 15 də gəlsin 12. Dəvənin də neçə kiloqram olduğunu, yəni bunu hesablayaraq biraz yaxşı düşmədi. 39-u vururuq 15-ə, üstə gəlirik 12. Yəni dəvənin də kiloqramı budur. Neçə kiloqram olduğunu da yorumlara yaza bilərsiniz. Sağ olun, salamat qalın.